Bolluğu həyatımıza necə çəkməliyik? Əgər həyatımıza varlıq və bolluq çəkmək istəyiriksə, şəhərdəki bahalı maşınlara baxın və deyin, gör nə qədər bahalı maşın var. Şəhərimizdə nə qədər varlı insan var. Bu sizin beyninizdə yoxsulluq filtrini bolluq filtri ilə əvəz edəcək. Nisbətdə də eyni şeydir. Mağazada, kafedə xoşbəxt cütlükləri görün və onların sevgisinə fokuslanın. Əgər televizorda kiminsə boşandığını görürsünüzsə, dərhal kanalı dəyişin. O negativlə qidalanmayın. Həyatın bolluğu. Çiçəklənən ağaclara, qaçan sağlam heyvanlara baxın. Dünyada hər şeydən nə qədər çox olduğunu görün. Milyonlarla ağac, tonlarla təmiz hava, minlərlə şəhər. Kainatda hər şey sonsuzdur. Enerjinizi pompalayın. Əgər hədəfiniz pul və ya sevgidirsə, bolluq hissini daxilinizdə pompalamalısınız. Ətrafınızda nə qədər subay, yaraşıqlı və uğurlu kişilərin, qadınların olduğunu görün. Nə qədər çox tanışlıq şansım var deyin. Nə qədər yeni şirkətlərin açıldığını, nə qədər iş yerinin olduğunu görün. İş imkanları sonsuzdur. Bugündən etibarən bir oyun oynayın. Hər dəfə negativ bir şey, xəstəlik, yoxsulluq, kədər görəndə sanki uşağı yayındırırmış kimi diqqətinizi dərhal müsbət bir detala çevirin. Birincisi görün. Ətrafınızda 5 dənə bolluq əlaməti tapın. Bahalı saat, gözəl bina, sağlam uşaq və s. İkincisi, təsdiqləyin. Dünya bolluq içindədir və mən bu bolluğun bir hissəsiyəm. Üçüncü, bunu hiss edin. Hiss edin. O bolluğun enerjisinin bədəninizə daxil olduğunu hiss edin. Artıq ətrafındakı negativ xəbərlərə və ya hadisələrə məhkum olmadığını düşün, anla. Hər an seçim edə biləcəyini anlamalısan. Dostlar, unutmayın, sizin diqqətiniz həyatınızın idarə etmə pultudur. Siz sadəcə müşahidəçi deyilsiniz. Diqqətiniz ilə reallığı yaradansınız. Bunu başa düşün.